Aprelin 7-sində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Bu mərhələdə namizədə ixtisasa dair açıq və praktik suallar verilir. Növbəti mərhələni uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Qeyd edək ki, psixoloq vəzifəsinə işə qəbul üzrə test imtahanında iştirak edən 312 namizəddən 139-u müsahibə mərhələsinə vəsiqə qazanıb. Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə ilk dəfə olaraq ProQuest Dissertations and Thesis Global platformasına qoşulub. Platforma vasitəsilə universitetin tədqiqatçıları 3100-dən çox institutda istifadə olunan 3,6 milyon tam mətinli dissertasiyaya çıxış imkanı əldə edəcək. Bu, tədqiqatçıların öz sahələrindəki yenilikləri izləməsinə və ən yüksək istinad almış dissertasiyalarla tanış olmasına imkan verəcək. Aprelin 7-si sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım müraciəti ilə dərc olunan Molla Nəsrəddin jurnalının yarandığı gündür. Yazıcı dramaturq Cəlil Məmmədquluzadənin baş redaktoru və təsisçisi olduğu jurnalın birinci sayı 1906-cı ildə Tiflisdə işıq üzü görüb. Azərbaycan Milli Mətbuatının ən gözəl nümunələrindən biri olan Molla Nəsrəddinin ilk nömrəsi 1000 nüsxə tirajla çap olunub. Ümumilikdə 25 il ərzində jurnalın 748 nömrəsi işıq üzü görüb.